neçə insanlara, neçə salih olan insanlara iftiralar atılmışdır. Ona görə biz bilirik ki, od olmayan yerdən duman çıxmır. Bu Allahın sözü deyil, bu Rəsulunun sözü deyil, bu salihlərin sözü deyil. Bu sadəcə iblisin, şeytanın insanlara vermiş olduğu, ağızlarına dolamış olduğu bir sözdür. Və biz indi bəzi misallar verəcəyik ki, ta ki, bax gör, nə qədər od olmayan yerdən tüstülər çıxmışdır. Və eyni zamanda bu misallar da iftiraya məruz qalmış müsəlmanlara bir təsəlli olmuş olsun. Baxın, Yusif aleyhisselam nə ilə ittiham edildi? Kralın qadını ilə zina etdi iftirası ilə iftiraya məruz qaldı. Allahın peyğəmbəri, Allahın sevimlisi, Allahu Akbar, nə ilə ittiham olunur? Kralın, həmin o padişahın, həmin o adamın zövcəsi ilə yaxınlıq etdi. Belə bir şeylə iftiraya məruz qalıb. İndi kimsə cürət eləyib deyə bilərmi ki, od olmayan yerdən tüstü çıxmaz? Vallahi bunu deyən insan Allahın dini ilə heç bir əlaqəsi qalmamışdır. Yusif aleyhisselamı Allah subhanahu wa ta'ala öz əzəmətli kitabında təmizə çıxarmışdır. Allah azza və cəllə onu təmizə çıxarmışdır. Və Yusif aleyhisselam bunun əziyyətini uzun illər daşıdı. Bir gün yox, 3 gün yox, 5 gün yox. İllərlə Yusif aleyhisselam bunun əziyyətini çəkdi. Etmədiyi əməlin cəzasını həbsdə çəkdi. Təsəvvür elə, qadın ona yaxınlıq etmədiyi üçün onu həbsə atdırır. Və Yusif aleyhisselam uzun müddət həbsdə qalır. Və sonra gəlib deyirlər ki, artıq çıx, kral səni çağırır. Yox deyir, mən bundan çıxmayacam deyir. Gedin deyir, o kraldan soruşun ki, əlini kəsən qadınların qissəsi nə idi? Baxın, Allahın peyğəmbəri töhmət altında qaldığı halda o şəkildə çıxmaq istəmir. Ta ki, özünü təmizlətmək istəyir. Ta ki, üzərinə atılanın iftira olduğunu bildirmək istəyir. Baxın, Allahın peyğəmbəri, Allah azza və cəllə onu təmizə çıxardır. Musa aleyhisselam iftiraya məruz qalır, Allah azza və cəllə onu təmizə çıxardır. Məryəm aleyhisselam nə ilə ittiham olunurdu? Sual verdilər ki, de görək bu oğlan uşağı səndə hardandır? Sən ki, evli deyilsən, sənin ki, ərin yoxdur. Məgər bu ağır bir ittiham deyil? Allah azza və cəllə onu da təmizə çıxardır.